Allah Kur'an-ı Kerim'de buyurur: فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ الَّذ۪ي أَطْعَمَهُمْ مِنْ جُوءٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ. Allah'a bəndəlik edin. Niyə? Bəndəlik təkcə bizi cənnətə aparmaq, cəhənnəmdən qorumaq üçün deyil. Namaz qılım, ibadət edim ki, cənnətə gedim. Bəzən din belə təqdim olunur. İbadət eləyirəm, axirətimi qazanım. Allah buyurur: فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ. Bu Kəbənin Allahına ibadət edin. Niyə? Ən azı bu iki səbəbə görə. اَلَّذ۪ي أَطْعَمَهُمْ مِنْ جُوءٍ. O Allah sizi acılıqdan xilas etdi. Və amənəhum min xavfin. Sizi bu qardaş qırğınından, tayfa davasından, qanlı qədalı günlərdən, bir-birinizə bəslədiyiniz ədavətlərdən xilas etdi.